Evlərin qiymətləri eləsi var, soruşur ki, evlərin qiyməti oradan öcürdür. Elə aldığın maaş evin qiymətinə gedər, evin puluna gedər. Ukraynadan o qədər yüz minlərlə qaçqın gəlib bura, hamısı da işləyir. Siz təsəvvür edin də. Mən insanlara məhtən eləməyə Allah hamd olsun. Yəni bu dərəcədə səviyyəsiz, düşüncəsiz insanlar var. Mən ChatGPT adam bəyəm hər şeyi bileyim. Belə ki, belə özü güvənən oğlansan, xahiş edirəm o kim ki söyüş yazır ya nə yazır, telefon nömrəvi altından yaz, səni harda lazımdır, necə lazımdır tapacağım. Mənə kommentlərdə yazmışlar ki, cəmaatı şirinlikləşdirib qaçırtma ölkədən, nə bilim nə. Yəni deyirəm, mən oradan qara qəpik var, Bakıda bildiyiniz, Azərbaycanda bildiyiniz o qara qəpik var, 1 qəpiklik, 3 qəpiklik, dükanda verəndə götürmürsünüz, zdatçıdan. Mənə heç o qara qəpiyi də verən yoxdur, o 3 qəpiyi verən də yoxdur. Heç kim yoxdur və versələr də belə istəmirəm. Yəni mən o işlə məşğul deyiləm, yəni biləsiniz ki, mən prosta sadəcə olaraq videoları çəkirəm o məqsədlə ki, yəni burada yaxşı şeyləri xalqıma, millətimə göstərməkdir ki, yəni burada belə bir şeylər var, yaxşı şeylər var. Mənə elə gəlir ki, düzgün başa düşən adam mənə düzgün başa düşür. O videoda o bonusları maaş kimi başa düşənlər Estağfurullah, qorxdum ha. Azərbaycan xalqına salamlar. Deməli bu videoda sizə əsasən kommentlərə yəni çoxlu sayda kommentlər yazıblar. İnsanları maraqlandıran suallara cavab verəcəm. Deməli, əlavə xərclər, buradakı maaşlar, sonra yaşamaq evlər barəsində hansı dil bilgisi olmalıdır və s. Yəni maraqlı video olacaq. Yəni kimləri maraqlandırırsa, gələcəkdə bura gəlməyi planlaşdırırsa, onlar üçün maraqlı video olacaq və axıra kimi dinləyin. Kanala da abunə olun və orada zınqrov düyməsi var. Onu da basın ki, təzə video çıxan kimi yəni videodan xəbərdar olasınız. Gələn videoda isə çalışacağım, gələn videoda sizə produktların qiyməti, düzdür, produktların qiyməti barəsində mənim videom var idi. Yəni onu bir uzun müddətdir çəkmişdim. İndi məlum məsələdir ki, qiymətlər hər yanda olduğu kimi burada da qiymətlər qalxır və o barədə də sizə videolar çəkib paylaşacağım. Odur ki, diqqətiniz məndə olsun. Mənə elə gəlir videomuz maraqlı video olacaq və bu videoda bir çox adamlar öz suallarına cavablar tapacaqlar və mənə elə gəlir ki, məndən də razı qalacaqlar. Yəni, hər sözümə, hər bir şeyə, misallara mız qoymazlar yəqin ki, çox güman ki, yəni güman edirəm. Baxa görə nə olur? Deməli, məndə burada spesifik var, yəni o kommentlərdə ən çox suallar hansılar olub, o suallara uyğun bugünkü video olacaq. Mən çalışacağım video çox uzun olmasın, çox uzun olmayanda da məlumatları tam çatdıra bilmirəm. O yüzdən, yəni də kiməsə nəsə aydın olmasa kommentlərdə yazın, mən sizə sizin suallarınızı cavablandıracağım. Əgər görsəm, yəni də çoxlu təşkil edir, o barədə yəni də adlı video çəkərəm. Sual verirlər ki, dil bilgisi, yazırlar ki, ingilis dilini bilirəm, oraya gəlsəm iş tapa bilərəm, ya rus dilini bilirəm, ya nə bilim, hansı bir fransız dilini bilirəm. Yəni, söhbət ondan gedir ki, deməli, hər hansı bir ölkəyə gedirsənsə, əlbəttə ki, ən yaxşı, ən gözəl variant həmən ölkənin dilini bilməkdir. Misal üçün, zavodlara, fabriklərə, elə zavodlar, fabriklər var ki, daha deyərdim ki, daha çoxdur. Yəni, onlar, məsələn üçün, zavodun özünə işə gəlmək istəyirsənsə, agentura əlindən yox ha, agenturanın əli ilə yox. Yəni, həmən o zavodun sırf özünün işçisi olmaq istəyirsənsə, dil tələb edirlər. Ona görə də gedirsən собеседованиеyə çağırırlar səni. Orada da yəni soruşurlar, baxırlar ki, dil bilirsən, başa düşürsən, başa düşmürsən. Şərt deyil ki, o dili 100% biləsən, amma yəni heç olmasa bir 50%, 60% başa düşməyə mənə elə gəlir ki, yetərli olar. Əlbəttə ki, daha çox bilsən, yəni faiz daha çox olsa, o sənin üçün plusdur. Onu da deyim ki, keçən videom çoxlu sayda baxış sayı var, çoxlu sayda insanlar kommentlər yazıblar. O videoda o bonusları maaş kimi başa düşənlər Estağfurullah, qorxdum ha. Meşədəyim, burada hər zaman daban da ola bilər, nə bilim, çaqqal da ola bilər. Yəni, o təkəm özlər meşədə, yəni ona görə biraz təhlükəlidir. İndi onu da kommentləri yazarsan, qorxursan, nüş gedirsən, qorxursan, nüş çıxmırsan. Nə bilim ola.
Hə, onu da deyim ki, keçən videoma çoxlu sayda baxış gəlmişdi və çoxlu sayda insanlar kommentlər yazıblar. Və orada həmin o videoda mən bonuslar barəsində danışmışdım. Burada zavodlarda, fabriklərdə, iş yerlərində verilən bonuslar barəsində danışmışdım. Əlbəttə ki, bunlar hamısı maaşdan əlavədir. Amma çox təəssüf olsun ki, hardasa insanlarımızın nə bilim bir neçə faizi, bir aşağı faizi düzgün anlamamışlar. Halbuki həmən o videonu danışdığım yerdə alttan da yazmışdım ki, maaşdan əlavə, hətta onlar yanıb sönürdü ki, yəni cəzb eləsin. Mən bildim ki, bəzi insanlar mənə düzgün başa düşə bilməz. Elə də olmuşdu. O yazmışdım, amma o da kömək olmadı. Yəni də mənə düzgün başa düşməmişlər ki, 800 manat maaş olar. 800 manat Avropadan maaşına maaşdır, qiymətlər bahadır orada, o yan bir yan. Bunlar hamısı bonuslardır, yəni maaşlardan əlavədir. O videoya kim baxmayıbsa, bir də baxın, bu videonun, həmən o danışdığım video barəsində, bu videonun axırında pəncərə şəklində qoyacağım orada şey kimi, necə deyirlər ona, bir post kimi. Həmən o pəncərəyə yəni tıklasınız, həmən o video açılacaq, yəni o videoya baxa bilərsiniz bonuslar barəsində. Həmən o bonuslarda daha bir dənə bonuslar mənim yadımdan çıxıb orada qeyd eləməmişəm. Məsələn üçün, hal-hazır ki işlədiyim yerdə gündəlik işə gəlirəmsə, hardasa 10 manat pul verirlər sənə yemək pulu. Yəni həmən fabrikdə gedirsən, kartın var, həmən o kartla sən içəri giriş-çıxış edə bilirsən, yəni onu da eləməlisən, çünki o kartı vurduğun zaman, yəni bilirlər sistemdə oturur ki, sən işdə olmursan. Və o zaman da sənin kartına eyni zamanda bizim puldan təqribi 10 manat pul yüklənir ki, sən o zavodun daxilində istəyirsən kofe al, su al, çay al, nə bilim, yemək al, yeməklər al, yəni cürbəcə orada bufeti var, gedirsən o kartı orada yükləyirsən, 10 manat da belə yox, belə bəsdir. Yəni o yemək üçün yəni tam bəs eləyir. Elə zavodlar, fabriklər var ki, yemək pulunu aşağı edir, məsələn 50% aşağı qoyur qiymətini, ancaq sənə benzin pulu verir. Benzin pulu da necədir? Yəni kilometraja görə hesablanır. Yəni belə bonuslar da var. Həmin o videoda yadımdan çıxmışdı, onu deməmişdim. Sonra bir məsələyə toxunum, əsas məsələyə. Deməli, mən danışanda mənim biliyorsan bəzi rus sözlərindən istifadə edirəm, onu da mənə irad bildirirlər. Mən buradan onlara demək istəyirəm ki, mən Bakıda böyümüşəm, doğulmuşam. Mən uşaq vaxtından biz televizora baxanda əsasən rus dilində idi. Bütün kinolar, multfilmlər, düz Azərbaycan multfilmlər, Azərbaycan kinolar vardı. Nə olmaqsamdan görsən yəni məndən asılı deyil. Mən rus sözlərindən istifadə edirəm gündəlik. Çünki burada da Azərbaycan dilində demək olar ki, gün ərzində mən Azərbaycan dilində danışmıram. Mənim danışdığım ya rus dilidir, ya da çex dilidir. Çünki mən işləyən fabrikdə yanımda da Azərbaycanlı deyilən adam yoxdur. Yəni uzun müddətdir ki, mənim yanımda heç bir Azərbaycanlı işləmir. Ola bilər fabrikdə işləyir hansısa binasında, ya smenlərimiz düz gəlmir. Amma mənim özüm təkəm. Yəni mən işləyirəm Ukraynalılardır, biliyorsan Filippinlilərdir. Onlardan da çex dilində onlar da bir təhər şeylər danışırlar. Kim ingiliscə bilirsə ingiliscində danışıram. Demirəm ingiliscəni mükəmməl bilirəm, amma yetərinə qədər bilirəm özümə görə və çex dilində danışıram. Çünki mən artıq 6 ildir buradayam. Bu barədə mən deməliyəm bu sözləri, üzrlü hesab edirəm, çünki bu məlumatlardan əlavədir. Çünki mənə elə şeylər vardı ki, yəni çox pis təsir edir. Kommentlərdə mənə yazıblar o birisi videoda, bundan qabaqçı videoda ki, kürəkləmə, nə bilim, yalan danışırsan, cəmaatı şirinlikləşdirib bura gətirmə. Yəni belə şeylər yazırlar. Mən onu demək istəyirəm ki, belə şeylər deməli, mən ümumiyyətlə bura, yəni bu qaldığım ölkəyə, bu dövlətə, Çexiyaya, mən ümumiyyətlə adam gətizdirmirəm. Yəni mən ümumiyyətlə bu işlə məşğul olmuram. Yəni mənim işim bu deyil. Mən tamamilə öz işimi işləyirəm və qutardı getdi. Sadəcə olaraq video çəkirəm, paylaşıram. Yəni burada olan yaxşı şeyləri cəmaata, xalqıma göstərirəm ki, yəni burada belə pluslar var, belə şeylər var. İstəyirəm ki, bizdə də belə şeylər olsun da. Gedim barları çəkim göstərim sizə. Yoxsa gedim küçədə o zirzibillə məşğul olan, işlərlə məşğul olanları götürüm çəkim. Onda çox sağ ol deyirsən mənə. Yoxsa deməyəcəksiniz ki, ya onda bu nədir çəkib göstərirsən, cəmaatımızı körləyirsən belə-belə. Yəni adam bilmir. Bəzi adamlar var ki, bilmirəm bunların düşüncə səviyyəsi nə dərəcədədir. Balı götür təmizin təmiz balı olsun, belə qaşıqla götür, ver onun ağzına, həmən o balı. Deyəcək ki, yox, burada çatmır, sən o balı nəsə belə çox götürmədin, ya nə bilim, nə eləmədin. Mən çox xahiş edirəm, IQ səviyyəsi aşağı olan insanlar, sonra düşüncə səviyyəsi plintusdan aşağı olan insanlar mənə kommentdə heç nə yazmasınlar. Birincisi, ümumiyyətlə, hörmətlə yanaşmaq lazımdır. Əgər mən bu videoda söyürəmsə, söyüşlə danışıramsa, bəli, sənin tam ixtiyarın var ki, söyüşlə də orada nəsə bir komment yazmağa. Axı, mən heç kimi söymirəm, heç kimi təhqir də etmirəm. Tənqid eləmək istəyirsən, bəli, ixtiyarın var. Onu gözəl şəkildə. Sən özünü
özünün ailə tərbiyəsini o kommentlərdə göstərmə. Öz səviyyəvi o kommentlərdə göstərmə. Sən söyüş yazmana, sən öz ailövün, atomun, anomun sənə verdiyi tərbiyəni qoyursan ortalığa. Əgər mən yenə deyirəm, mən söyüşlə danışıramsa, bəli, sən də söyüşlə yaz ora. Biraz kişiliğiniz olsun. Düşüncəviz olsun heç olmasa, əxlaqınız olsun. Belə adamlar uzaq olsun, heç baxmasınlar bu videoya. Göndərsinlər başqa bir, nə bilim, gelib TikTokda şeyə zada baxsınlar. Nədir o, baboşdur, nə bilim, kimlərdir, mən heç nələrə gelib baxsınlar. Nəyəsə, üzr istəyirəm, biraz haşiyədən çıxdım kənara. Çünki belə kommentlər görən düz az səviyyəli insanlar yazır. O qədər insanlar var ki, o qədər mənə dua edirlər, sağ olsunlar. Səmimiliyimə görə dua edirlər. Sonra çox sakin məlumatlandırırsan. Girin kommentlərdə baxın. Amma 1-2% 22 bir şey deyil, ürək bulandırır. Amma gelib fikir verməsələr adamlara. Amma kim ki mənə söyüş yazır, onun 2 qatını yazıram mən o söyüşdə. Yəni bilsin ki, bu bumerangdır. Atırsan gələndə o bumerangdan 5 metr 2 dəfə artıq gəlir. Belə də ki, belə özü güvənən oğlansan, xahiş edirəm o kim ki söyüş yazır, ya nə yazır, telefon nömrəvi altından yaz. Səni harda lazımdır, necə lazımdır tapacağam yəni problemdir. Onu biləsən. Nəyəsə, keçirəm o birisi məsələyə. Sonra, buradakı maaşlar barəsində danışmaq istəyirəm. Deməli, buradakı maaşlar barəsində mən bonusları da deyəndə, mənə deyirlər ki, sən külək edirsən, yalan danışırsan, cəmaatı şirinlikləşdirirsən, nə bilim, nə oyan bir. Mən 6 ildə yaxındır ki, bu insaba 6 il olacaq ki, mən Çexiyadayam. Yəni, burada yaşayıram, burada işləyirəm. Azından çoxundan yəni məlumatım var da, 6 il az müddət deyil. Bilirəm ki, hansı fabriklər, hansı zavodlarda hamısını deyə bilmərəm. Yəni burada o qədər zavod, fabrik var ki, yəni sayı hesabı yoxdur. Yəni onu sizə deyim ki, yəni iş yerləri hədsiz dərəcədə çoxdur. Təsəvvür edin ki, Ukraynadan o qədər yüz minlərlə qaçqın gəlib bura, hamısı da işləyir. Siz təsəvvür edin də, eyni momentdə o qədər insan gəlib və hamısı da işləyir. Hamısı da iş var. Təsəvvür edin. Hələ ondan əlavə, mən öz iş yerimi dəyişəndə CV yazmışdım. Mənə 2 dənə yerdən çağırdılar, 2 dənə fabrikdən. Getdim, ona da getdim, bu birisine de getdim və öz aranında onların arasında seçim elədim. Və birini seçdim, hal-hazırda ki, indi işləyirəm o işimdə. Deməli, üstündən bir ay, 2 ay keçmişdi, mənə həmən fabrikdən yenə də zəng elədilər ki, bəs başqa vakansiya yerimiz var, istəmirsiniz yəni oraya gəlməyə. Yəni təsəvvür edin ki, yəni burada həqiqətən iş yerləri çoxdur. Yəni kim işləmək istəyirsə iş tapa bilir özünə. Bura gələnlər iş barəsində narahat olmasınlar. Deməli, bura gələnlər Bakıdan, Azərbaycandan insanları ki, bura dəvət edən adamlar ki var, yəni bu işlə məşğul olan insanlar ki var. Deməli, bura gələn insanlar düzdür, təzə çox çətin olur. Yəni çox çətin olur. İlk növbədə adaptasiya olmaq söhbəti var. Yəni öyrəşməlisən bu mühitə. Sonra ikinci var maaş məsələsi. Agenturada işləyən insanlar, onların maaşı nisbətən aşağı olur. Məsələn, elə bir fabrik var ki, bilirəm ki, oraya düzəltirlər insanları. Həmən o fabrikdə bir görsən ki, biraz iş aşağı düşür. Yəni sifariş edənlər elə ki, biraz sayı azalır, yəni nəsə olur. Olur burada belə bir şeylər fabriklərdə. O zaman agentura gələn işçiləri bilirsən evə göndərirlər. Və evə göndərəndə də həmən evə gedən günü həmən agentura işçisi həmən gününə maaş yazılmır. Əgər bayramlardırsa, bayramlarda evə gedirsə, həmən agenturanın işçisi maaş almır. Məsələn, elə bayramlar var ki, 2 gün, 3 gün, ya 4 gün zavod işləmir. Yeni ildə məsələn 10 gün zavod işləmir. Yəni o 10 günü insan oturur evində, amma maaş almır. Amma zavodun öz işçiləri, zavodun özünə işləyən adamlar, yəni onlara evdə oturduqları günə görə, yəni onlara maaş yazılır, bayramlar yazılır. Sonra agenturaya gələn işçilərə əgər iş yerində müdiriyyət premiya yazırsa, əlavə maaşdan əlavə premiyalar yazılır burada hər ay. O premiyanı həmən o işçi ala bilmir. Sonra canım sizə desin, bura gələn, agenturadan gələn adamlar, elə agentura var ki, evin pulunu tam ödəyir. Kommentlərdə mənə yazırlar ki, bir şeydir, kömək edin. Məni bura gətirən adamın 2 dənə adam vardı, tanıdığım, bir ofisdə olmuşam orada. Orada da o 2 nəfər bir yerdə işləyirdi əvvəllər. Sonra onlardan biri ayrıldı, yəni gəlib burada Çexiyadadır. Özü də burada işləyir, çalışır və həm də bu işlə məşğuldur. İnsanları kim istəyirsə dəvət edir, götürür, gəlir bura. Bu bir. İkincisi o birisi adam isə kommentlərdə onun da nömrəsini yazmışdım. Sonra təkrar olaraq mənə yazdılar ki, həmən adam Çexiyaya adam göndərmir. Yəni mən onlarla əlaqəm yoxdur deyənə, yəni məlumatım yoxdur. Amma başqa ölkələrə göndərir. Yəni Çexiyaya sırf bura istəyirsə, yəni o adam Çexiyaya göndərmir, amma burada Çexiyada işləyən oğlan, adam
O bura adam götürür. Yəni onda kim çekiyə sırf istəyirsə bu adamın nömrəsini mən kommentlərdə yazıram. Yəni tanıdığım bu 2 nəfərdir. Mənim başqa tanıdığım adam yoxdur. Bu bir. Yəni mənim gəlməyimdə də bunlar rol oynayıblar. Yəni bu insanlar rol oynayıblar mənim bura gəlməyimdə. Mənim öz agenturam, mən bura gələndə mənim qaldığım evin pulunu tam özü verirdi. Amma elə agentura var ki, məsələn üçün onun yarı faizi 50-50-yə verir. Ya nə bilim hansısa bir qismini həmən işçi öz maaşından verir. Amma mənim agenturam o vaxtları olanda mənim agenturam evin pulunu sırf özü verdi. Mən heç bilmirdim evin pulunu kim verdi, hasan verdi, vermədi, bilmirəm. Sonra sığortadır, tibbi sığortadır, agentura ödəyir. Yəni o da sənin maaşından ödənilirdi, amma ödəyir də. Sonra agenturaya məsələn üçün vergini agentura işçisi olanda onlar vergini sənin maaşını çox aşağı göstərirlər, vergini az verirlər. Məsələn üçün sonra gələcəkdə burada qalsan, yaşasan, nə bilim gələcəkdə pensiyaya çıxmaq olanda, yəni həmən o vergi əgər sən nolaqda kimi qalıb agenturada işləsən, yəni o maaş az hesablanır, pensiya az hesablanır bildiyimə görə. O barədə də dəqiq məlumatım yoxdur. Bunu da mənə irad tutmayın. Və zəvədi bilmirsən o da nüşdən aşırsan. Yəni mən insanlara məhtən eləməyə Allah hamd olsun. Yəni bu dərəcədə səviyyəsiz, düşüncəsiz insanlar var. Mən ChatGPT adam bəyəm hər şeyi bileyim. O şey nəysə. Sonra nə demək istəyirdim? Yəni agentura barəsi bu qədər. Kim nəsə sualı olsa yazın kommentdə. Daha yəni də əlavə məlumat verərəm sizə. Sonra evlərin qiymətləri eləsi var soruşur ki, evlərin qiyməti oradan özürdür. Elə aldığın maaş evin qiymətinə gedər, evin puluna gedər. Mənə orada qəpik quruş qalar. Evlərin qiymətləri deməli buradan özürdür. Sərf edək ki, gedib yataqxanada qalarsan. Yataqxanada məsəl üçün tək qalsan, o da sənə daha çox sərf edir. Ya məsələn agenturada sizi bura götürəndə bir otaqda 2 nəfər, 3 nəfər, bir görsən daha 4 nəfər insan qalır o şeydə bir otaqda. Amma belə səhv etmirəmsə məncə minimalni 2 adam qalır. Yəni minimum 2 adam qalır bir otaqda. Belə də ki, əgər istəmirsənsə o 2 nəfərlə qalma, bir otağın pulunu agentura ilə danışıb o pulu ona ödəyib, ola bilər ki, tək qalasan, həmən o qaldığın mənzildir, yoxsa yataqxanadır, bilmirəm. Məsələn, yataqxanada qalmaq daha sərfəlidir. Çünki bilirsən ki, öz əlin, öz başın qoyduğun şeyi bilirsən hardadır. Kimisə narahat eləmirsən, kimsə xoruldayanda səni narahat eləmir, ya sən xoruldayanda kimisə narahat eləmirsən. Smen söhbəti var. Bilirsən, biri gecə işləyir, biri səhər işləyir. Sən gəlirsən, işdən görürsən ki, o yatıb istəmirsən onu durğuzmağa, ya bu yatıb onu istəmirsən durğuzmağa. Yəni burada əsas iş yerləri 3 məndən ibarətdir. Səhər, günorta, axşamdır. İş saatı da 8 saatdır. 8 saatda, yəni necə, onun yarım saatı çıxırlar ABD-ə. Yəni sən gün ərzində işləyirsən 7 saat yarım. Əlavə saatlarda qala bilirsən, o sənin istəyindən də asılı ola bilir. Əlbəttə ki, həmən zavodda, fabrikdə əgər ehtiyac varsa, sənə yaxınlaşır, soruşurlar ki, bu gün istəyirsən əlavə saata qalmaq, ya bu həftə əlavə saata qalmaq istəyirsən, yoxsa yox. Yəni var, ümumiyyətlə əlavə saat, yoxsa yox. Elə momentlər olur ki, yəni əlavə saatı olmur, yəni qalmırsan əlavə saata. Elə iş yerləri var, 12 saatlıqdır. Mənim məsəl üçün iş yerim 12 saat səhər işləyirəm, sonra 3 gün. Sonra 3 gün evdəyəm. Sonra 3 gün gecə smeni işləyirəm, sonra 12 saatlar. Sonra 3 gün evdəyəm. Yəni belədir. 3, 3, 3, 3. Yəni bu beləsinədir iş. Əlavə saat istəyəndə isə çıxırsan əlavə elə bir şey, yəni 12 saatlıq çıxırsan. Çıxırsan 12 saat, ya 8 saat da çıxa bilərsən. Minimum 8 saat çıxırsan. Amma hesablanır, sənin maaşın hesablanır 7 saat yarıma. Əgər 12 saat çıxırsansa işləməyə, sənin maaşın hesablanır 11 saata. Çünki yarım saat, yəni ortada 4 saatdan bir yarım saat sənin ABD-və, yəni istirahət və o saatlar çıxılır. Evlərin qiymətləri, elə deyirəm, evlərin qiymətlərinin qiyməti deyib qutara bilmirəm. Baxır, bir otaqlı ev, misal üçün, haradasa bizim pulla 800, 900, yəni tapmağından asılıdır, bir də evin yerləşməsindən asılıdır, bir də evin avadanlıqlarından asılıdır. Burada əsasən evləri mən fikir verirəm, çoxsunu mebelsiz verirlər, əgər sən özün gedib ev tapmaq istəyirsənsə. Mebelsiz verirlər. Mebelli evlər də var əlbəttə ki. Yəni biraz ola bilər ki, qiymətlərində fərq olsun. Yəni 1000 manata da evlər var, 1500-də də evlər var. Yəni belə kobud götürsək 1000 manat həndəvərindədir. Amma plusda kommunal xərclər var. Plusda kommunal xərclər var. Kommunal xərclər də ki, nə bilim, ola bilər ki, səndə 3000 çıxsın, ola bilər ki, 2000 çıxsın, baxırsan sərfiyyatı var.
ne cür sərf edirsən qazı, suyu, yəni işığı, yəni belə şeylər var. Ailə olanda hardasa ailəni hardasa 5000 krona qədər təqribi belə çıxır. O da ki bizim pulla hardasa 400 manata yaxın 400 manata yaxın kommunallardır. Amma agentura ilə gələndə isə sən kommunal xərc heç nə ödəmirsən. Kommunal xərcləri agentura ödəyir. Dil bilmə məsələsinə rus dili. Rus dili burada vacibdir. Nə üçün vacibdir? İlk öncə rus dilini bilmək lazım. Mən deyərdim ki, ingilis dilindən çox rus dili daha vacibdir. Çünki burada Ukraynalılar hədsiz dərəcədə çoxdur. Hər bir zavodda, fabrikdə Ukraynalılar çoxdur. Deməli, acı təsəvvür edin ki, işçilərin arasında, yəni kollektivi yığsan, 20 nəfərin arasında 20 nəfər adam dursa, yəni iclas eləsən, o 20 nəfərin arasında 15-16 nəfəri Ukraynalı olacaq. 3-4 nəfər də ola bilsin ki, Çex olsun. Yəni belədir. Mənə də sual verir ki, biz Çexlər özləri niyə orada işləmirlər ki, yəni başqa dövlətlərdən gəlirlər, burada işləyirlər. Çexlər işləyirlər, iş yerləri o qədərdir ki, yəni insanlar işçi çatmır. İş yerləri çoxdur, hədsiz dərəcədə çoxdur, işçi çatmır. O yüzdən başqa ölkələrdən Çexi dəvət edir ki, gəlin işləyin, çünki iş yeri var, amma işçi yoxdur. Maaş nə qədərdir? Maaş deməli, agentura götürür, gəlir bura, onlara harca 12 manat, 13 manat maaş verir bir saatına. Bir saatına 12 manat, 13 manat. O periodu 6 ay sən agenturada işləyəndən sonra sən özün gedib başqa bir fabrik, zavod tapıb, həmən zavodun, fabrikin özünə şəxsən həmən o zavodun işçisi ola bilərsən. O zaman sənin maaşın yüksək olur. Nə cür yüksək olur? Bəlkə də həmən o saatı alacaqsan təzə-təzə. Çünki təzə heç kimə yüksək maaş vermirlər. Çünki bəzi fabrik zavodlarda dərəcələr var. Məsələn 5-ci dərəcə, 6-cı dərəcə, 3-cü dərəcə, 2-ci dərəcə. Yəni belə şeylər var. Məsəl üçün mən dünənləri Ukraynalıdan soruşdum. O 2-ci dərəcədir. Dedi ki, mənə onun aldığı maaş o agentura işləyir. Amma bilmirəm daha evi. Yox, agentura işləmir. O zavodun özünə işləyir. Mənə dedi ki, hardasa 2200-dür, 2400-dür. Bu radələrdə maaş alır, amma o 2-ci dərəcədir. 2-ci dərəcədir. Yəni o adicə operatordur. Yəni o sonra istəsə gələcəkdə dərəcəsini qaldıra bilər, ya ümumiyyətlə baxır vakant yerləri varsa hansısa bir pillə yuxarı, həmin ora müraciət edə bilir. Müsabiqədən keçirsə, yəni o gedir orada işləyir, əlbəttə ki o maaşı yüksək olur. Və sonra başlanğıcda ilk aylarda sən gedib işləyəndə məlum məsələdir ki, sənə birdən-birə premiyaları çox vermirlər. Gedək orada bir müəyyən müddət işləyərsən, bir neçə prosesləri bilərsən ki, misal üçün deyirəm, bir var ki, ancaq kəlbətinlə işləməyi bacarırsan. Çəkici bilmirsən necə işlədirlər. Misal üçün çəkirəm. Gedirsən, həm kəlbətinlə işləyə bilirsən, həm çəkiclə işləyə bilirsən. Onda sənə özel bir ki, premiyanı biraz da artırırlar. Sonra görürlər ki, sən gedib direllə də işləyə bilirsən. Yəni bir neçə prosesləri bilirsən, elə sənin premiyan da qalxır yuxarı. Yəni sonra ayın axırında görürsən ki, normal bir yetərən qədər maaş ala bilirsən. Onu sizə deyim ki, o sizin işlədiyiniz zavoddan, fabrikdən asılıdır və bir də tutduğun o işdən asılıdır. Həmən o zavodun, fabrikin tərkibində ola bilər ki, sən adi operator kimi işləsən. Yəni o operator işində 60 yaşında, 65 yaşında adam da işləyə bilir. Misal üçün, götürülür bunu buradan qoyur bura. Götürülür bunu buradan qoyur bura. Yəni o adama əlbəttə ki, maaşı aşağı olacaq. Amma adam var ki, məsəl üçün stanokdur ya yekə bir maşındır, onu nastroka edir, onu nə bilim xərab olanda sınan yerini düzəltir, bir slesor kimi deyim də, texnik kimi deyim, belə. Bu işlərlə məşğul olursansa, əlbəttə ki, sənin maaşın yüksək olur. Svarşik işində işləyirsən, svarşiksənsə, tikintidə işləyirsənsə maaşın yüksək olur. Elektriklər burada tikintidə eşitdiyimə görə çox gözəl maaş alırlar, svarşiklər gözəl maaş alırlar. Sonra, yəni bu tikinti sahəsində, yəni bu çətindir, yəni fiziki olaraq çətindir. O çətin olduğuna görə də maaş yüksək olur. Sən gəlib burada rahat işlə oturub, sokdan içib, çaydan içib, buradan götürüb materialı bura qoyacaqsansa, sənə əlbəttə ki, hər işin öz qiyməti var. Agenturada asanlı belə işlərə düzəltirlər adamları. Ona görə ilk müddətdə çətin olur. Maaş biraz aşağı olur, sıxıntılar ola bilir. Məsələn, Bakıya pul göndərir. Bakıya deyirəm, yəni mən özüm Bakıya göndərirəm deyən, bu Bakı söhbəti keçən videoda bir də dedim ki, mən Bakıda quşların sesini eşitmirəm. Orada Bakı rayonu söhbəti də dava düşmüşdü bu kommentlər içərisində.
Bilmədim mənə kim nə yazmışdı. Mən başa düşmürəm. Mən deyəndə ki, mən Bakıdanam, mən niyə bu bəzilərini yandırır? Ümumiyyətlə Bakı adı gələn kim niyə yandırır? Mən Gədəbəydə olsaydım, gəldim Gədəbəydənəm də. Nə bilim, Laçından olsun, deyəm Laçındanam. Qarabağ bölgəsi olsun, deyirəm Qarabağlıyam da. Burada mən Bakıda doğulmuşam, deyəndə ki, mən Bakıda quşların sesini eşitmirəm. Bakı sözü eşitdim, aləmi qatdı bir-birinə. Hə, Bakılılar rayonları belə gəldi, Bakılılar belə getdi. Nə bilim vallahi. 6 ay agenturada işləyəndən sonra gelib öz işi axtarıb tapa bilirsən. Ona görə də burada rəsmi sayt var, dövlət saytıdır. Urjat Prace adlanır həmən o sayt. Həmən o saytdan girib CV qoyursan, orada vakant yerləri var. Filtrlər var, yəni hansı iş axtarırsan, hansı regionda axtarırsan, axtarırsan, tapırsan, sənə uyğun olan yerlərə CV-lər göndərirsən e-mail vasitəsilə və sənə oradan cavab gələ də bilir, gəlməyə də bilir. Ona görə sən yəni bir neçə dəfə o sayta daxil olub axtarışda olmalısan, belə deyək. Əgər onlara o sərf edirsə, baxır ki, sənin damlaların onlara sərf edir, maraqlandırırsa, onlar səninlə mütləq əlaqə saxlayırlar. Daha mənə yazmışdı, sən gələmişdilər, bu indi hal-hazırda işlədiyim işdə. Mənə telefonuma zəng çatmamışdı deyənə. Mənə e-mail yazmışlar ki, biz sizinlə telefon əlaqə saxlamaq istədik, zəng çatmadığına görə sizə e-mail yazdı. İndi bir dənə yaş həddində deyim, bundan sonra yekunlaşdıraq, çünki video hədsiz dərəcədə uzun alındı. Mən də istəmirəm çox uzun alsın, cəmaatın səbri çatmır. Bu TikTok-a, o qədər ki, belə shortslara, YouTube-da o qədər belə edib baxırıq ki, insanlarda hövsələ çatmır videonu axıra qədər dinləməyə. Yəni də kommentlərdə yazarsınız ki, mənə sual maraqlandırırsa, bir də ki, kanala abunə olmağı, orada zınqrov düyməsində basmağı unutmayın. Kommentlərdə yazın. Əgər görsəm yenə də çoxluq təşkil edir hər hansı bir sual, o suallara uyğun yenə də video çəkəcəm. Gələn videomda çox güman ki, qiymətlər barəsində olacaq, ərzaq qiymətləri barəsində. Sonra nə bilim, burada avtoservis, maşınlar, datlar, başımda belə şeylər barəsində mən sizə məlumat verəcəm. Bir də onu da deyim, yaş həddi də çox insanı maraqlandırırdı. Deməli, bu oğlanla əlaqə saxladım, hansı ki, Azərbaycandan bura adamları gətizdirir. Onunla əlaqə saxladım və o mənə yazıb ki, WhatsApp vasitəsilə yazıb ki, 50 yaşına qədər. Yəni, bu adam 50 yaşına qədər adamları buraya götürə bilir. Ola bilər ki, hansısa bir adam tapa bilərsiniz, araşdırıb, axtarıb tapa bilərsiniz. O adam bəlkə də 60 yaşında adam götürüb buraya gələ bilir. Yəni, bilmirəm. Yəni, bu faktiki mənim bu tanıdığım adam 50 yaşına kimi adamları buraya götürüb gələ bilir. O şimdi neysə belə oldu. Hələlik özünüzü qoruyun. Gələn videoda görüşənə qədər. Sağ olun.